Könüllülük həqiqətən də boşa vaxt etkisidirmi, ya da köləlikdirmi? Çox çətin idi, çox çətin idi. Biraz vaxt etkisi kimi gəlir olar. Bir müsahibədən iki müsahibədən kəsilmək sizin uğursuz olduğunuz mənasına gəlmir. Ümumiyyətlə hamı elə bilir ki, könüllüyə mən getdim və oradan gedib özümə iş tapacağam. Gedib iş tapma məsələsi deyil olsa, yəni könüllüyə gedib iş tapmaq bilmirəm. Mən könüllüyə iş tapmamışam şəxsən. Hədəfinizi konkret bilin ki, siz niyə könüllü olmaq istəyirsiniz? Könüllü sizə nəsə qatacaqsa, gedib könüllülük eləyin. Hamıya salam. Mən Fərdə. Hazırda Azərbaycan Dövlət Neft Sənaye Universitetinin 3-cü kursunu bitirmişəm və 4-cü kursa keçirəm. Və 1-ci kursdan aktiv könüllü fəaliyyətinə sahibəm. İlk olaraq könüllüyümə Regional İnkişaf İctimai Birliyində RİB-də başlamışam və düşünürəm ki, ən doğru seçim eləmişəm RİB-dən başlayaraq. Məktəb vaxtımdan çox aktiv, yerində qala bilməyən, hər yerdən çıxan biri olmuşam, amma RİB-də biraz korporativ mühit deyim, ya onların təsiri, ya böyük insanlarla artıq bir mühitdə olmaq, tədbirlərdə iştirak etmək, bunlar da insanı böyüdürmü? Amma mənə çox müsbət tərəfdən dəyişiklik yaratdı. Mən bir il orada aktiv könüllüyümün nəticəsi olaraq 6 ayda sonrasında koordinator olaraq işlədim. RİB-dən sonra mənim ikinci könüllüyüm COP29 olub. Yəni birbaşa hətta deyərdim. COP29 da bildiyiniz kimi çox böyük bir tədbir idi, çox geniş miqyaslı bir tədbir idi. Nəticəsində 1500 manat mükafat verilirdi və bundan heç kəsin xəbəri yox idi əlbəttə ki. Mənim könüllülük fəaliyyətim RİB-lə başlayıb, o demək deyil ki, siz də RİB-lə başlamalısınız. Amma sizə o qədər tövsiyə edirəm ki, RİB-lə başlamağı. RİB-in sponsoru olaraq özümü hiss edirəm, amma ora mənim üçün həqiqətən oradakı tədbirlər, oradakı insanlar mini ailə kimi idi. Çox İstilik o qədər orada hiss eləyirdiniz ki, yəni orada sadəcə işləmək, gedim, könüllü eləyim, nəsə qazanım, nəsə CV-mi doldurum teması deyildi. O qədər gözəl insanlar tanıyırdım ki orada, o qədər gözəl mühitdə olurdum ki. Bizim rəhbərimiz könüllülərlə iş üzrə Emiliya xanım idi. Həqiqətən bizim üstümüzə titrəyirdi, könüllülər üçün bu belə idi. Bizim yemək saatlarımızdan, yəni könüllü olduğum müddət mənim üçün orada pik həddir. Mən RİB kimi yerli könüllüyü tanımıram bu arada. Mənə görə ən yaxşısıdır. Çünki orada sizin əməyiniz istismar olunmur. Yemək saatlarınız vaxtındadır və heç vaxt armadan artıq işləmirsiniz. Könüllü isə könüllü edirsiniz həqiqətən. Və sonra 6 ay ofisdə koordinator olaraq işləyirdim. O 6 ay da mənim üçün çətin, amma çox gözəl keçmişdi. Sonradan IELTS və sair prosesləri, könüllüləri ümumiyyətlə dayandırdım deyə orada da fəaliyyətimi dayandırdım, amma hələ də əlaqəm olan insanlar var. Mən sonra Nayorada olmuşam. Bakı marafonunda team lider kimi iştirak etmişəm. Bakı marafonu mənim üçün çox çətin idi, çox çətin idi. Həmin gün 30-35 min addım atmışdım, çox yorucu idi, amma yenə çox gözəldi. Orada mənim öz könüllülərim var idi. Öz könüllülerimin olduğunu bilmək mənə ayrı bir motivasiya verirdi. Mənə çox xoşbəxt edən bir şey idi. Onlardan gözəl geri dönüşlər alırdım. Mən RİB-də müsahibə götürməyi də mən RİB-də öyrənmişəm. Orada müsahibələrə girmişəm. Bakı marafonda team lider eləyən də mən RİB idi. Hətta COP29-dakı mənim ikinci müsahibəm COP29-da olub. Mənə ora çatdıran da RİB idi. Yəni mən RİB mənə çox şey qatıb deyə deyirəm ki, sizə də çox şey qata bilər. İşte səfir kimi də çalışmışam. Artıq könüllülər heç yadımdan çıxıb çox yerdə yox, az amma öz yerdə könüllü olmuşam. Formulada da könüllü olmuşam. Formulanı da tövsiyə edirəm. Çox gözəl idi. Bu kimi keçən bir neçə gündür. Sərflər və səhər biz axırda gedirdik. Könüllü yoldaşlarım çox gözəl idi. Team liderlərim çox gözəl idi. Ümumiyyətlə beynəlxalq mühitdə sizə tövsiyə edirəm. Gəlirəm indi sizin verdiyiniz suallara. Könüllülük boşa vaxt etkisidirmi? Xeyr, deyil. Baxır sizin məqsədiniz nədir? Əgər xaricdə təhsil məqsədiniz varsa, of course, zaten lazımdır. Ya da networkinginizi gücləndirmək istəyirsinizsə, yeni insanlar tanımaq istəyirsinizsə, amma siz deyirsiniz ki, yox, mən iş tapmaq istəyirəm, mən gedim könüllü olum, oradan işləməyə keçim. Belə bir şey yoxdur dostlar, yəni könüllü isə iş vermir. Amma ola bilər ki, məsələn, bəzi tanışlarım olub, dostu könüllü olub, sonra orada koordinator olub, sonra belə orada artıq işləməyə başlayıb. Bu kimi hallar da olur. Siz ümumiyyətlə universitetdə olan bir neçə qurumlar var, onlarla bir yerdə işləməyə başlayanlar və s. olur. Mən düz universitetdə olan heç bir qurumda iştirak etməmişəm. Açığı çox da tövsiyə eləmirəm. Çox mənim tayfım deyil. Mənə biraz vaxt etkisi kimi gəlir olar. Siz təbii ki, özünüz bilərsiniz. Bu mənim şəxsi fikrimdir. Bir də bəzi xarici könüllüklər var. ISEC, SN, SN-in öz kartı var, hətta Erasmus üçün yönləndirən Sending Organization olan könüllüklər var. Nayorada əvvəl eləyirdi, indi bilmirəm eləyir yoxsa yox. Məsələn, bunlardan mütləq iştirak edin, çünki bunlar çox yaxşıdırlar
məsələsini dil biliklərinizi o qədər inkişaf elətdirir ki, xarici networkinginiz artır. Orada yəni əjdaha uşaqlar var da deyim, hətta mütləq onlara da müraciət eləyin. Dil bilikləriniz yaxşıdırsa ki, zaten inkişaf da eləyəcək orada. SN Nayora, Isaac, IC buraya yerləşdirəcəm. Bunları da mütləq gedin araşdırın, baxın hamısının haqqında. Onlar çox yaxşı könüllüklərdir. Könüllüdə pul verilirmi? Xeyr, könüllüdə heç bir pul verilmir. Amma bəzi məsələn COP29 dediyim kimi formulada konsertlər və s. bu tip hədiyyələr ola bilər. Sertifikatlar əldə edirsiniz. Yəni, bu tip məsələlər var, amma pul xeyr verilmir. Könüllülük özünə inkişafı nə kimi xeyri var? Könüllülük özünə inkişafı siz birincisi mühitdə özünüzü tanıyırsınız. Yeni insanlar tanıyırsınız. Yeni insanları tanıdıqca onların hansı leveldə olduqlarını gördükcə, yəni sizdən daha üstün deməyim, amma eyni yaşdasınız, amma daha çox imkanları var əlində ki, bunları gördükcə daha rəqabət hissi içinizdə yaranır. Yeni imkanlardan xəbərdar olursunuz. Startaplara yolunuz açılır, hakatonlara açılır, beynəlxalq layihələrə yolunuz açılır. İnsanlardan öyrəndikcə bu olur. Məsələn, könüllü müsahibələri. Qorxmayın dostlar, nəyindən qorxursunuz? Yəni, bir müsahibədən iki müsahibədən kəsilmək sizin uğursuz olduğunuz mənasına gəlmir. İlk müsahibənizdən kəsilmək sizin uğursuz olduğunuz mənasına gəlmir. Hazırlaşın, səhvlərinizi görün, dil biliklərinizi inkişaf etdirin, dəfələrlə gedin eyni müsahibəyə, dəfələrlə gedin fərqli müsahibələrə. Bu sizin uğursuz olduğunuz mənasına gəlmir. Müsahibələrdən keçmək üçün çalışın. Müsahibədə siz özünüzü tamam sizə müsahibə götürürlər, amma o qədər inanlı, o qədər özünə inanlı şəkildə oturun ki, olmasaya. Onlar sizi seçirlər, amma mən də sizi seçirəm etkisi yaradın onlarda. Yəni onlar sizi desinlər ki, wow, bu bizə lazımdır. Bu könüllünü biz bu könüllünü necə seçməyə bilərik? Bu düşüncəni yaradan insanlarda daha özgüvənli olun, özünüzə həqiqətən güvənin. Özünüzə güvəndikdən sonra əmin olun ki, hər şey qaydasına düşəcək. Amma könüllü adı altında hər yerdə iştirak eləməyin, özünüzü öldürməyin dostlar. Yəni prioritetiniz sadəcə könüllü olmasın. Dilinizi inkişaf etdirin, özünüzü inkişaf etdirin, kompüter biliklərinizi artırın. Yəni sadəcə könüllüdə iştirak elədim məsələsi deyil. Mən artıq 1-ci kursun 2-ci semestri başladığım könüllüyü 2-ci kursda bitirdim. Və mənim 3-4-cü kursum tamamilə başqa məqsədlərimə odaqlıdır və hazırda onlar üçün çalışıram. Böyük hədəflərim var, o hədəflərə çatmaq üçün hazırda çalışıram. Mən artıq könüllüyü dayandırdım. Sizə də tövsiyə edirəm sistemli, belə sistemli olmağı, sistemli şəkildə planlayın, 4 ilinizi tam planlayın və ona görə hərəkət eləyin. İnsanlar ümumiyyətlə hamı elə bilir ki, könüllüyə mən getdim və oradan gedib özümə iş tapacağam. Belə deyil dostlar. Yəni könüllülük könüllükdür. Siz oradan böyük xəyallar, böyük arzular qurmayın. Yəni həqiqətən bir anda bütün xəyallarınız batar. Yəni gedin könüllü olun, özünüzü öldürün, yeni insanlara da qulaq asmayın. Bunu sadəcə networkinginizi gücləndirmək, özünüzü inkişaf etdirmək, ətrafınızı genişləndirmək üçün eləyin. Ətraf insana çox təsir edir. Mən öz ətrafıma baxanda görürəm ki, hamısı hədəfləri üçün çalışan insanlardır və bu məni daim hype'layır. Amma desəm ki, ətrafımda həmişə belə deyinən, nəsə istəməyən, çalışmayan insanlar var. Of course, mən də onlar kimi biri olacağam. Yəni ətrafınızda o insanları yığın. Gedib iş tapma məsələsi deyil dostlar. Yəni könüllüylə gedib iş tapmaq bilmirəm. Mən könüllüylə iş tapmamışam şəxsən. Hədəfinizi konkret bilin ki, siz niyə könüllü olmaq istəyirsiniz. Hamı könüllü olur, mən də gedim könüllü oldum. Ya da COP29-dan sonra məsələn hamı gedir könüllü olmağa çalışır ki 1500 manat veriləcək ya 1000 manat veriləcək. Belə bir dünya yoxdur dostlar. Yəni bu bir dəfə oldu. Yenə olar əlbəttə ki. Amma bu məqsədsizlikdir. Bu biraz sərt danışıram bəlkə də, amma məqsədsiz nəyisə niyə eləyirsiniz? Yəni gedim könüllü olum, bəlkə pul qazandım, bəlkə işlədim. Belə bir şey yoxdur. Konkret 1-ci kurs olacaqsınız. Qabağınızda yaşınız azdır, qabağınızda böyük illər var. Konkret məqsəd qoyun. Nə istədiyinizi bilin. Yəni istəyiniz həqiqətən könüllü olmaqdır. Yəni həyatınızın axırına qədər könüllü olacaqsınız. Lazımdır bu sizə. Şəxsən mənə lazım deyildi. İl mən könüllü oldum və kifayət idi mənim üçün. Mənim hədəfim bu qədər idi və hədəfimi əldə edəndən sonra, çatandan sonra mən dayandırdım. Hansı ki, mən sosial aktivlik qazanmaq istirdim, qazandım. Özümə Instagram hesabı açdım, onu böyütmək istirdim, networking istirdim, etdim. Hazırda ətrafımda könüllüdən qazandığım elə gözəl insanlar var ki, hələ də əlaqəmin qaldığı elə möhtəşəm insanlar var ki, bacardım. Magistrum üçün qoyduğum hədəfi bacardım. Əlavə ödəniş və s. aldım, qabağıma gəldi. Okey, bu qədər. Mənim artıq başqa könüllü ilə bağlı bir hədəfim yoxdur. Bu qədər. Siz də konkret hədəf qoyun. Nə istəyirsiniz, nə olmasını istəyirsiniz, nə üçün çalışırsınız və niyə çalışırsınız. Yoxsa hamı könüllü olur, mən də gedim könüllü olum. Əgər sizin əlinizdə konkret iş imkanı varsa, çox gözəl bir şirkətdə niyə gedib könüllü olursunuz? Məsələn, gedin, çalışın, işləyin, pul qazanın məsələn. Böyük
şirkətlərdə könüllü olmaq üçün də əslində daha kiçik könüllülərə ehtiyacınız var. Təcrübə proqramlarında və sair iştirak etmək üçün çalışın. Hədəfiniz məsələn təcrübə proqramları olsun. O sizə nəsə qatacaq. Öz ixtisasınızla bağlı. Yəni siz təsəvvür edin ki, oxuyursunuz, nə bilim, aqrarla bağlı bir şey, gedib aqrarda könüllü olmaq yerinə olursunuz tamam kapitalda gedib könüllü olursunuz məsələn. Ya absurddur da, konkret hədəflərinizi belirləyin, ixtisasınıza uyğun, bilin siz nə istəyirsiniz, sizə nə lazımdır, ona uyğun gedib könüllülüklərdə iştirak edin. Mən elədim, mən bu nəticəmi gördüm. Nəticə etibarilə dediyim odur ki, əməyinizi istismar edən, özünüzün belə bilmədiyi, sizə lazım olmayan yerlərdə gedib könüllü olmayın, yaxşı axtarış eləyin, məqsədlərinizi bilin. Könüllü isə nəsə qatacaqsa, gedib könüllü eləyin. Tövsiyələrim bunlardır. Mənə çox şey qatıb. Xarakterimə də, ətrafıma da, maddi cəhətdən də mənə çox şey qatıb. Bu demək deyil ki, bəlkə də bu sizə də eyni təsir, bəlkə sizə qat-qat məndən yuxarı təsir göstərəcək. Yəni bu bilmək olmaz. Hər insanın həyatı fərqlidir. Həyata baxış bucağı, məqsədləri, arzuları, hədəfləri hamısı fərqlidir. Ona görə siz özünüzə görə, öz şəxsiyyətinizə görə formalaşın. Sizə yox, özünüzü örnək alın, öz istəklərinizə görə formalaşın. Mənim tövsiyələrim bu qədər idi. Əgər xüsusi suallarınız varsa, mütləq aşağıya yazın. Mən hamısına geri dönüş edəcəm, hamısına cavab yazacağım. Deyirəm ki, nəsə yadımdan çıxmasın. Mən biraz spontan başlayıram danışmaya, heç nə hazırlaşmadan prosta danışıram. Ümid edirəm ki, sizin üçün okeydir. Bu qədər. Hamınızı sevirəm. Bay bay.